Salam, çox hörmətli ədəbiyyat TV izləyiciləri, əziz oxucular və Azərbaycan xalqı. Biz bugün 3 mötəbər kitabın təqdimatı ilə bağlı video kompozisiyanı izləyəcəyik. Qeyd etmək lazımdır ki, haqqında danışacağımız müəllif aktiv fəaliyyətlə məşğuldur və o aktiv yaradıcılıqla növbəti kitabları ilə Azərbaycan xalqını və oxucularımızı sevindirəcək. Öz yeni kitabları və yeni əsərləri ilə bizim çoxsaylı oxucularımızı minnətdar edəcəkdir. Biz bugün Dədə Vaqifdən 3 kitaba nəzər yetirəcəyik. Qeyd etmək lazımdır ki, bu 3 kitabdan əlavə Dədə Vaqif müasir Azərbaycan ədəbiyyatı antologiyası 1-ci cilddə də çap edilib. Həmçinin biz Dədə Vaqifin növbəti həftələrdə, növbəti aylarda yeni bir kitabı ilə də tanış olacaq ki, bu da görkəmli şairin olduqca peşəkar şəkildə ədəbi yaradıcılıqla məşğul olmasının bariz nümunəsidir. Biz bugün ilk olaraq Dədə Vaqif poeziyası və seçilmiş əsərlərini özündə ehtiva edən bu mükəmməl kitaba nəzər yetirəcəyik. Qeyd etmək lazımdır ki, biz bu təqdimat videosunu hissə-hissə ardıcıl şəkildə davam elətdirəcəyik və oxucularımızı, bizim çoxsaylı tamaşaçılarımızı Dədə Vaqif dəryasına qərq olmağa yardım edəcəyik. Ümumiyyətlə qeyd etmək lazım ki, Dədə Vaqif yaradıcılığı olduqca fəlsəfidir. Çox fəlsəfi məqamlar özündə ehtiva edir. Və bu nöqteyi nəzərdən biz bu əsərləri anlamağımız üçün həm də intellektual olmalıyıq. İntellektual. Çünki bəzən biz müxtəlif şairlərin yaradıcılığında rahat həzm oluna bilən fikirlərə rast gəlirik. Amma Dədə Vaqif bizi düşündürür, oxucular düşündürür. Bu nöqteyi nəzərdən Dədə Vaqif poeziyası kitabında müxtəlif əsərlərdə bu özünü göstərir. Məsələn, nümunə olaraq bir neçə şeirə nəzər yetirək. Ağ atın yəhərin, ağ donunu geyin gəl, ağrı dağın dərdi azalmadı sənsiz. Türkün türkdən başqa dostu yox, türkün türkdən düşməni çox. Dərdim çox, eşitsin Tanrı məni, Turanlılar, kömək edin. Hər gülün öz ətri var, dağda, ormanda, çəməndə, lalə də gözəldir çəməndə. Sən öyrən, yarının kamalı var, qızım səhv etmə gül seçəndə. Bu, görkəmli şair Dədə Vaqifin Qızlar, sözüm var sizə adlı şeiridir və bir məqamı qeyd etmək lazımdır ki, eyni adlı şeirin eyni adlı kitabı da var. Bizim görkəmli şairimiz, istedadlı ədəbiyyat xadimi, olduqca peşəkar şair Dədə Vaqif bizim oxucularımızı, çoxsaylı oxucularımızı 2024-cü ildə Qızlar, sözüm var sizə kitabı ilə sevindirdi. Və bu bizim xalqımız üçün olduqca əhəmiyyətli bir hadisə idi. Qızlar, sözüm var sizə kitabında da olduqca çox gözəl sevgi şeirləri yer alıb, məhəbbət mövzulu şeirləri yer alıb, tövsiyə xarakterli şeirlər yer alıb, nəsihət xarakterli şeirlər yer alıb və biz bir məqamı da qeyd etmək lazımdır ki, biz bu hər üç kitaba ətraflı şəkildə nəzər yetirəcəyik, ardıcıl şəkildə. Hətta qeyd edim ki, Dədə Vaqif yaradıcılığı o qədər zəngin, o qədər dərin və o qədər anlamlıdır ki, biz onu bir neçə buraxılışa sığdıra bilmərik. Bu nöqteyi nəzərdən biz davamlı şəkildə Dədə Vaqif dəryasına qərq olmağa çalışacağıq. İndi məsələn biz burada müxtəlif ön sözlərə nəzər yetirsək, burada oxucularımız üçün ətraflı məlumat da vermiş olarıq. Dədə Vaqif poeziyası özündə ehtiva etdiyi fəlsəfi fikirləri, bədii düşüncələr, estetik forma yığcamlığı, dünyəvi əhəmiyyətli misralar ilə müasir Azərbaycan poeziyasında özünə məxsus yer tutur. Şairin yaradıcılığı ilə bağlı ətraflı məlumatları qeyd etməmişdən əvvəl poeziyasına ümumi nəzər yetirib mövzu rəngarəngliyini üzə çıxarsaq, şübhəsiz ki, əsas yeri vətənpərvərlik, Azərbaycan, Azərbaycanın bütövlüyü, Azərbaycan xalqının rifahı, fəlsəfilik və doğma yurdun təbiəti işıqlandırırlar. Səmədzadə Vaqif Savalanoğlu 1950-ci il oktyabr ayının 10-da Zəngilan rayonu Hacıalı kəndində dünyaya gəlmişdi. Orta təhsilini də olduğu kənd məktəbində alan sənətkar 1968-ci ildə məktəbi bitirmiş və təhsilini davam etmək üçün Bakıya gedərək Mədəni Maarif Texnikumunda təhsil almışdı. Daha sonra isə Gəncəyə yollanaraq Cəfər Cabbarlı adına Dövlət Dram Teatrında aktyor vəzifəsində çalışmışdı.
İstedadlı şair 1976-cı ildə Moskva Mədəniyyət İnstitutunun növbəti təhsilini almağa başlamışdı. Ardından Sumqayıt Dövlət Dram Teatrında 1981-ci ildən hal-hazırki tarixe qədər aktyor vəzifəsində çalışmışdı. Müxtəlif obrazlara can verən sənətkar 200-dən çox obraza ifa edərək peşəkarlıq səviyyəsində özünü bərqərar etmişdir. Sənətkarın çoxsaylı oxucu kütləsi var. Öz ideyaları ilə, öz tövsiyə və nəsihətləri ilə həm gənc nəsil üçün, həm yaşlı nəsil üçün, həm bütövlükdə 7-dən 77 hamı üçün örnək rolunu oynayır. Onun yaradıcılığı təkcə Azərbaycanla kifayətlənmir. Türk dünyasına xitab edir. Məsələn, biz müxtəlif şairlərin yaradıcılığına görə bilərik. Modernizm ruhu ola bilər, xəlqilik ruhu ola bilər, o ənənələri qoruyub saxlamaq ruhu ola bilər. Dədə Vaqifdə həm modernizm var, həm həmin xəlqiliyin qorunması var, həm həmin ənənəvilik var. Və qeyd etmək lazımdır ki, görkəmli şair türk xalqları arasında birlik, bərabərlik yaratmağı ilə və Türkiyə-Azərbaycan arasında ədəbi mədəni əlaqələrin inkişafı ilə bağlı, türk xalqlarının Turan birliyinin yaradılması ideyası ilə bağlı çox mühüm işlər görüb. Olduqca mühüm işlər görüb və bununla əlaqədar da mükafatlandırılıb, müxtəlif diplomlara layiq görülüb və biz Dədə Vaqifin yaradıcılığını sevə-sevə oxuyacağıq, ona nəzər salacağıq. Sənətkarın yeni çap olmuş kitablarından biri, təxmini bir ay öncə çap olmuş kitablarından biri də Xalqımızın Sevimli Qəhrəmanları kitabıdır. Üzümü tutmuşam sənə dağlar, mənim də dağ boyda elim var, dağlar. Tənhalıq canımı sökübdü çoxdan, dağın da dağ boyda dərdi var, dağlar. Dağlara müraciət eləyən şair dağlar qədər sarsılmazdı, dağlar qədər vüqarlıdır, dağlar qədər ucadır, dağlar qədər məğrurdur. Dədə Vaqif həqiqətən bu xalq üçün və bu millətimiz üçün olduqca böyük bir şəxsiyyətdir.